Mən dəfələrlə deyirəm, hamı mənə diqqətlə qulaq assın. Məni qəbul eləməsən də, mən pis adam da olsam kiminsə nəzərində, amma mən bu danışdığım sözlərimə cavab deyəm. Mənim bu sözlərim uzun mütaliələrin, təhlillərin nəticəsidir. Mən özüm bu sözlərə əməl eləməsəm də, eşidib əməl eləyənlər çox qazanacaqlar. İşlərinizi kənara qoyun, düşünün və mənim sözlərim üzərində düşünün. Məni dinləyən adamların hər biri özünə sual versin. Mənim arzularımın səviyyəsi necədir? Nə istəyirəm mən? Arzularım nədən ibarətdir? Hansı səviyyədəyəm mən? Arzularım nədir? Nə istəyirəm? Nə arzulayıram? Kişinin qiyməti himməti qədərdir. Himmət nədir? Himmət yəni məqsədi nədir həyatda? Qiyməti də o qədər. Nə üçün çalışır, vurnuxur, qiyməti də o qədərdir. Adam nə üçün yaşayır, nəyi arzulayır, nəyin arzusundadır, nəyə çatmaq istəyir, qiyməti deyir o qədərdir. Qədri qiyməti kişinin o qədərdir. Hamı özünün qiymətini bilə bilər ki, mən nə qədərəm, qiymətim nə qədərdir. İnsanın qiyməti nə qədərdir? Qəm, qüssəsi, arzuları qədər. İnsan arzuları qədər qiymətlidir. İnsanın dəyərini arzuları, çatmaq istədiyi yerlər, nöqtələr müəyyən edir. Biz gərək istəklərimizin səviyyəsini yuxarı qaldıraq, böyüyək biraz. Arzular bizi yuxarı aparır. İstəklər, təmənna bizi yuxarı aparır. Kim zirvələrə çatmağı iltimas eləməsə, arzulamasa, istəməsə, ümidsizlik səbəbindən ən yüksək dərəcələri əldə eləmək istəməsə, o heç yerə çatmayacaq. Yerindən tərpənməyəcək. Kim desə ki, əşki yoxu məndən çıxmaz, o bədbəxt olur. Heç kəs deməsin, məndən çıxmaz. Yox, mən heç deməsin. Bir adam arzulamır ən yüksək dərəcələrə çatsın. Nə səbəbdən? Özündən ümidsizdir, Allahdan ümidsizdir. Ona görə deyir, hərəkət eləyənməyəcək. Biz bir yerə çatmamışıqsa, deməli ümidimiz yoxdur. Ümidimiz yoxdursa, biz ümidsizlik deyirlər şeytandan, şeytanın torundayıq biz. Sən özünə ümid eləmə, Allaha ümid elə, Allahın qüdrətinə ümid elə. Allahın qüdrəti çatar səni ən yüksək məqama çatdırsın. Gücü çatar. Səndən betərlərini Allah ən ali dərəcələrə çatdırır. Arzularımızın səviyyəsini nəhayət ki qaldıraq yuxarı. Bu bizim qiymətimizi müəyyən edəcək. Bizim dərdimiz bu olmalıdır ki, biz xoşbəxtliyimizin zirvəsi var, bizim üçün müəyyən olunub. Yaradılışda bizim üçün bir zirvə müəyyən olunub. Biz o zirvəyə baxıb təəssüf hissi keçirməliyik ki, o zirvədən çox uzağıq biz. Çox aşağıda qalmışıq. Uca Allah, uca işlərin ən üstünlərini sevir və aşağı dərəcəli, səviyyəsiz işlərdən acığı gəlir. Allah özü ucadır, ucalığı sevir və kim ucalığa can atır, onları sevir Allah. Kim ucalıq arzulayırsa. İnsan gəlməyib 5-10 dənə, 20 dənə, 50 dənə pisliyi tərk edib, 50 dənə yaxşılığa sahiblənsin. Bu deyil insanın nəhayət məqsədi. Kül olsun bu dünyanın başına ki, bizi əsir eləyib özünə. Kül olsun, 100 dəfə kül olsun bu dünyanın başına. Allah Quranda bizə deyir, dünyaya mı aldandınız, dünyaya mı razı oldunuz, dünyamı mı özünüzə məqsəd seçdiniz? Demir, dünyaya sahib olma. Dünyanı qazanma. Deyir, dünya sənin son məqsədin olmasın. Darısqaldır sənin üçün, ayıbdır sənin üçün. Sən çox uca varlıqsan, sənə öz ruhumdan üfürmüşəm. Sən mənim xəlifəmsən, bənzərimsən yer üzündə. İlişib dünyada qalma. Dardır sənin əynüvə, sıxır səni, qops, qır zəncirlərini, uç, pərvaz elə, haralara istəyirsənsə get, haralaracan gedə bilərsən. Göz qamaşdıran hündürlük nəzərdə tutulub insan sənin üçün. O hündürlüyü nəzərə gətirmək, arzuları ona uyğunlaşdırmaq. Bu dünya sənə məqsəd olmağa layiq deyil. Bu dünyanın ən böyük neymətləri nə olur olsun sənin qarşılığın deyil. Bu dünya var gücünü qoysa sənin əməlinin bir Subhanallahın qarşılığını verə bilmir. Verə bilmir, gücü çatmır bu dünyanın. Kim deyir ki, dünyadan istifadə eləmə? Dünya elə sənin üçün yaranıb. Kim deyib ki, halal neymətləri öz və haram elə? Dünya sənin üçün yaranıb, amma dünya sənin son məqsədin deyil. Son arzun deyil. Dünyada neçə nəfər ən uca şöhrətə çatır? Ən uca məqama, dünyəvi məqama. Hamıya ki, mümkün deyil. Az sayda adama qismət olur. Məhdudiyyət var. Çatanlar da qane olmur.
şan şöhrətin zirvəsində olan adamlar ömrünün sonunda bədbin, küskün, əhval-ruhiyyəsi, belə deyək, qəmli, gileyli, narahat. Çünki düzgün hədəf seçməyib özünə. Düzgün məqsəd seçməyib. Bu dünya uçuşa imkan vermir, pərvaz eləməyə imkan vermir. Bura sənin yerin deyil. Bura gəlmirsən ki, burada təzdən doğulasan.